sağaltmır. Ümumiyyətlə, rəsmi onkologiyada sağalmaq məqsədi yoxdur. Yardım eləyirlər, əməliyyat eləyirlər, kimya vururlar, şua eləyirlər, amma sağaltmaq deyil. Türkə çarə, bunu biz hərfi mi başa düşək, yaxud da ki, açıqlayaqmı? Deyək ki, türkə çarə olan Rusa çarə deyil, Çinə çarə deyil. Yəni, qeyri-ənənəvi üsullarla da. Yaxşı, ənənəvi söhbətdə dedin, gəl bunu da xırdalayaq. Ənənə nəyə deyilir? Deyək ki, bir şey ki 10 ilin tarixçəsi var, bir şeyində 100 il tarixçəsi var, bir şeyində 1000 il tarixçəsi var. Hansı ənənəvi sayılır? Təbii ki, 100 il, 1000 il tarixi olan daha ənənəvi sayılır. Eləmi? Və onda niyə onkologiyada 100 ildə olunanlar sayılır rəsmi və ənənəvi, 10 min il tarixi olan qeyri-ənənəvidir? Maraqlı da artıq sizin cavab verə biləcəyiniz bir şeydir. Mən cavab verirəm. Niyə? Çünki beynəlxalq imperialistlər və onların yerli tulaları bəşəriyyəti qırmaqla məşğuldurlar, həmçində Azərbaycan xalqını. Və bütün elmi əsaslarını təhrif eləyiblər, bütün sahələrdə, həmçinin də onkoloji sahədə. Qəsdən bunu təhrif eləyiblər. Təsəvvür eləyin ki, xərçəngin müalicəsində 10 min illik, 5 min illik, 1000 illik təcrübəsi olan üsulları qoyurlar qırağa, deyirlər ki, yox, bu doğru deyil. Dünənki uşaqlar, o birisi faşistlər orada-burada konslagerdə eksperiment aparıb, zəhərli maddələri insanın damarını yeritmək deyirlər, bunlar rəsmidir. Əlbəttə ki, siz türkə çarə dediyiniz, mən belə deyim də, türkə çarə nəyə deyilir? Rəsmi protokollara daxil olmamış. Onlar hamısı doğrudur. Rəsmi protokol hamısı yalandır.